Salam uşaqlar, bugünkü mövzumuz dəyişənlər arası asılılığın qrafik təsviri. Səhifə 29-31. Başlayaq dərsimizə. Uşaqlar, sizinlə asılılıq haqqında danışdıq. Dedik, aslı kəmiyyət haqqında danışdıq, aslı olmayan kəmiyyət haqqında danışdıq. Yəni, yazırdıq tutaq ki, y bərabərdir, x plus 3, düzdürmü? Demişdik, burada x aslı olmayan kəmiyyət. Yəni, istənilən qiymət verə bilərsən. 0 verə bilərsən, 1 verə bilərsən, 2 verə bilərsən, nə istəyirsən verə bilərsən. Y isə aslı kəmiyyət. Çünki x-in qiymətindən aslı olaraq müəyyən bir qiymət alır. Məsələn, deyirəm ki, 1 verəndə neçə alır? Hesablayırdıq, yerinə qoyub. Gəlin bir dənə cədvəl formasında quraq. Bu oldu mənim x-im, bu oldu y-im. Uşaqlar, x-a bir daha deyirəm, istənilən qiymət vermək olar. Verirəm qiymət. 0 verirəm, 1 verirəm, 2 verirəm, 3 verirəm, nöqtə, istədiyin qədər 4, 5, 6, istənilən qiymət verə bilərsən. Y-in qiymətinə baxıram, deyirəm 0 verəndə neçə alınır? Yazıram 0 plus 3. 0 plus 3 elədi 3. Deməli 3. Bax, özümdən demədim, 3 verirəm, demədim. Özü qiymət aldı. X-dan aslı olaraq müəyyən bir qiymət aldı. 3 aldı. Sonra 1 qoyuram, 1 plus 3 neçə edir? 4. 2 qoyuram, 2 plus 3 neçə edir? 5. 3 qoyuram, 3 plus 3 neçə edir? 6. Uşaqlar, bu formada təyin olunur. İndi, baxın, biz düstur formasında verdik. Bu oldu mənim düsturum. Cədvəl formasında verdik. Bu oldu mənim cədvəlim. Bunu üfüqi istiqamətdə də vermək olar. Şaquli istiqamətdə də vermək olar. Fərq yoxdur. İndi isə uşaqlar, qrafik üsuluna. Qrafik üsuluna hansı formadadır? Birinci oxlarımı çəkirəm. Bax, bu ox mənim olmuşdu x oxum. Bu oxumuz olmuşdu y oxumuz. Bu nöqtə koordinat başlanğıcı, 0 nöqtəsi. Sağa getdikcə qiymətlər artırdı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 100, 1000 istənilən qiyməti yaza bilərsiniz. Fərqi yoxdur. Hələlik 5 kimi yazıram, kifayətdir. Burada yuxarı getdikcə qiymətlər artır. 1, 2, 3, 4, 5, nöqtə istənilən qiyməti verə bilərik. Altını da verim. Çünki 6 qiyməti də var. 7, 8. Aha, 7. İndi başlayıram. Uşaqlar, koordinat oxlarını qurdum. Koordinat oxlarını qurandan sonra baxıram qiymətlərə. X-im nə alınıb? 0. Y-im nə alıb? 3. 0-a 3 nöqtəsini qeyd edirəm koordinat oxlarımda. Deyirəm, X-im 0, Y-im 3. Onda x-imin 0 olduğu nöqtə hansıdır? X-imin 0 bura. Y-im 3. 3 nə deməkdir? 3 addım yuxarı. Deməli, bu nöqtəni qeyd elədim. Keçdim 1-ə 4, x-im 1. Bax, bu nöqtələr üzərində istənilən nöqtədə y-im deyirəm, x-im 1-ə bərabərdir. Bax, perpendikulyara indirsəm, x-im 1. X-im 1, y-im 4. Y-im 4. Y-im 4 aradır. Bax, istənilən nöqtədə. Bunların ikisinin kəsişməsi haradır? Bura. Bax, x1, y4. Həqiqətən də bu nöqtəyə uyğundur. Keçdim 3-cü nöqtəyə 2-yə 5. 2-yə x-im 2, y-im 5 addıma kimi qalxıram. 2-yə 5. Nöqtə oldu burada. Növbəti nöqtəm 3-ə 6. X-im 3, 6 addım yuxarı qalx. Y-im 6. Uşaqlar, bu sizdə dəftərdə daha səliqəli alınacaq. Səbəb niyə uşaqlar? Dəftərdə damalıdır deyə daha səliqəli formada addımlar çəkə bilirsiniz. Hə uşaqlar, çəkəndən sonra bunu çəkdiniz, qurtardınız, düzdürmü? Çəkəndən sonra nöqtələri bir-biri ilə ardıcıl formada birləşdirirsiniz. Aha, şu qrafikim oldu bu formada. Baxın, bugünkü mövzumuz
aslılığın qrafik formada təsvir et. Dəyişənlər arasında aslığı qrafik formada çəkdim, bu formada. Aydındır uşaqlar. Gəlin indi kitab üzərində suallara baxaq. Görək hansı suallarımız verilib. Bir dənə bunu silim. Gəlin bəlkə silmədim cədvəli çünki lazım ola bilər. Birinci suala baxım sonra. Aha, baxıram 8-ci suala. 8-ci sualda nə deyir? Verilən asılığa görə cədvəl və qrafiki dəftərinizdə tamamlayın. Aha, cədvəli də tamamla, qrafiki də tamamla. Aydındır sual. İndi baxaq sualımıza. Deyir ki, verilib. Nöqtələr bu formada verilmişdir. İndi birinci deyir ki, cədvəli tamamla. Düsturum nə oldu? Y bərabərdir x plus 2. Bu oldu mənim düsturum. Bunu yazdım. Deyirəm 0 verəndə nə alınır? 0 plus 2. Elədir 2. Düz. 1 verəndə nə alınır? 1 plus 2. 3. Düz. Deyirəm ki, indi nə verib bilmirəm. Nəyin üzərinə 2 gələndə 4 alınır? 2-nin 2 plus 2 4. Deməli x 2 verib. Bu birisində 3 verəndə 3 plus 2 neçə alınır? 5. Uşaqlar, cədvəli tamamladım. İndi nöqtələr qeyd edib, qrafik üzərində qeyd edirəm. Baxıram 0-a 2. X-im nədir? 0. 2 nə deməkdir? 2 addım yuxarı qalx. 2 addım yuxarı qalxdım. 0-dan bura. Nöqtə bu. X-im 1. X 1. Neçə addım yuxarı qalx? 3 addım yuxarı. 3 addım yuxarı. Bax, 1-in üstü ilə gedirsiniz. 1-in üstü ilə 3 addım yuxarı. X-im 2. 4 addım yuxarı. X-im 2. 4 addım yuxarı qalx. X-im 3. 5 addım yuxarı. X-im 3. 5 addım yuxarı. Aha. Nöqtəm burada. Söz olan nöqtələr qeyd edəndən sonra artısı birləşdirirsiniz. Başqa bir şey yoxdur burada. Aha. Uşaqlar deyirdi ki, qrafik üzərində təsvir elə. Sizdə hal-hazırda sadəcə birinci rüb üzərində qrafiklərdən danışır. B variantını özünüz cədvəli tamamlayırsınız, sonra da qrafikinizi çəkirsiniz. Keçirəm ardına 9-cu suala. Deyir ki, verilən asılıqlara uyğun cədvəl tərtib edin və qrafiki qurun. Aha, cədvəli tərtib edib qrafiki qurmalıyıq. Sadə. Gəlin yazaq. İndi baxaq, düsturum nəyə verilib uşaqlar? Y bərabərdir 3x, düzdürmü? Birincini yazıram. Y bərabərdir 3x. Uşaqlar, x-a bir daha deyirəm. İstənilən qiymət vermək olar. 0, 1, 2, 3. Verdim. Qurtardım. Hətta 3-ü vermirəm. 0, 1, 2. Kifayətdir mənim üçün. İndi 0 verəndə 3 vur 0. Neçə edir? 0. 1 verəndə 3 vur 1. Neçə edir? 3. 2 verəndə 3 vur 2. Neçə edir? 6. Cədvəli qurdum. Deyir cədvəli qur. Qurtardım. Keçdim. Qrafik. Üzərində göstərirəm nöqtələr. 0-a 0. 0-a 0 hansı nöqtə idi? Bu. 1-ə 3. 1-ə 3. 1-dən 3 addım yuxarı qalx. Bu. 2-ə 6. 2-ə 6. Bu. Uşaqlar 3 versəydim 3-ə 9-u istəyəcəkdim mən də. 9-a kimi qalxmamışam deyə vermədim ha 3-ü. Yoxsa verə də bilərsiniz, problem yoxdur. İndi nöqtələri ardıcıl birləşdir. Qurtardım. Qurtardı uşaqlar. Bu formada təyin olunur. Keçirəm, bir dənə də variant yazıram. Məsələn,
Y variantını yazım sizin üçün. Siləmiş olar. İnşallah qeyd eləmək lazım olanda videonu dayandırın, qeyd edin. Sonra davam edin. İndi Y variantında nə deyir? Y bərabərdir 5 çıxılsın X. Yazdım. Bu da oldu 3 nöqtəsi. Hətta 3'ü də verirəm burada. 4 də verə bilərəm, fərqi yoxdur. 0 verəndə 5 çıxılsın 0. Elədi 5. 1 verəndə 5 çıx 1. 4. 2 verəndə neçə alınır? 5 çıx 2. 3. 3 verəndə neçə alınır? 5 çıx 3. 2. Cədvəli tamamladım. Keçdim ardına. Nöqtə 0'a 5. 0'dan 5 vahid yuxarı. Nöqtə burada. 1'ə 4. 1'dən 4 vahid yuxarı. Nöqtə burada. 2'ə 3. 2'dən 3 vahid yuxarıda. Nöqtə burada. 3'ə 2. 3'dən 2 vahid yuxarıda. Nöqtə burada. Aha. Sonra nə qayırırdıq? Ardıcıl birləşdir. Başqa bir şey demirəm. Qurtardıq olar. Bu formada təyin olunur. Yerdə 3 dənə bənd qalır. Siz onları özünüz yazırsınız. Mən yazmayacağım. Keçirəm ardına 10-cu sualda bizə nə deyir? Y bərabər 8 çıxılsın X. Asılılığın qrafikini qurun. Verilmiş koordinat sütunindən bu asılılığa uyğun olanları müəyyən edin. Aha, hansı müəyyəndir onu yazsın. Birinci, gəlin bu qrafiki təzədən silək. Yeni bir qrafik çəkirik çünki. Düstur nə oldu? Y bərabərdir 8 çıxılsın X. 8 çıxılsın X. İndi X-ima 0 verəndə 8 çıx 0. Elədi 8. 1 verəndə 8 çıx 1. 7. 2 verəndə 8 çıx 2. 6. 3 verəndə 8 çıx 3. 5. 4 də verək. 4 verəndə 8 çıx 4. 4. Yazdım. Qurtardım. Nöqtəni qururam. 0 verəndə 8. 8'ə kimi qalxdım. Keçdim. 1 verəndə 7. 7'yə qədər qalxdım. 2 verəndə 6. 6'ya qədər qalxdım. 3 verəndə 5. 5'ə qədər qalxdım. 4 verəndə 4. 4'ə qədər qalxacağım. Hətta uşaqlar bunu bu tərəfdən də çəkməliyəm ki 4'ü görə biləsiniz. Prosto mən çəkmirəm də. İndi yazdım. Yazandan sonra deyirəm ki nöqtələri birləşdirirəm ardıcıl formada. Baba, qrafikimiz oldu bu. Bu isə tam qrafiki çək deyirdi. Keçdim. Aşağıdakılardan uyğun olanı müəyyənləşdir. 3'ə 5. Baxıram 3 verəndə nə almışam? 5, bəli, düzdür. 4 verəndə 8. Yazıram. 8 çıx 4 neçədir? 4. 4 verəndə 4 alınır. Bu səhv yaz. B variantı səhv. 2 verəndə 6. Düz. 5 verəndə 3. 8 çıx 5 neçədir? 3. Doğru. 8 verəndə 0. 8 çıx 8 neçədir? 0. Doğru. Y variantı doğrudur. A doğrudur. C doğrudur. D doğrudur. Y doğrudur. Bir də B variantı yanlış idi. Keçirəm 11-ci suala. Kvadratın tərəfi C santimetr, perimetri isə P santimetrdir. P'nin C'dən asılılıq düsturunu ifadə edin. Aha. Deyir ki, bizə nə deyir? Gəl bu hissəni silim.
Ardını bir daha oxuyun. Bu asılığa uyğun qrafik qurun. Qrafika əsasən tərəfi 2,5 olan kvadratın perimetrini müəyyənləşdirin. Yazaq. Deyir ki, kvadratın tərəfi C, perimetri isə P. P bərabər idi nəyə uşaqlar? Kvadrat nə idi? 4 tərəfi bir-birinə bərabər olan, düzdürmü? Bərabər idi. C olmuşdurmu? Bax. C. Onda 4 dənə C edirmi? Yəni P bərabərdir 4C. Düsturundan istifadə eləmək olar, düzdürmü? Keçirəm ardına. İndi mənə deyir ki, buna uyğun cədvəl qur, qrafik qur. Aydındır. Qurun. Problem yoxdur. C. Aslı olmayan dəyişəni birinci yazıram. Aslı olanı ikinci yazıram. P. 0 verəndə 4 vurulsun 0. 0. 1 verəndə 4 vur 1. 4. 2 verəndə 4 vurulsun 2. 8. Bura kimi yazdım. Keçirəm. Qrafikimi çəkirəm. Baxın uşaqlar, burada aslı olmayan dəyişən yazılır. Yəni C. Bu birisi tərəfə isə P-ni yazacağım, aslı dəyişəni. Bu qrafiki sileyim. Dediği nə oldu? Burada C oldu, burada P oldu. İndi 0 verəndə 0. Nöqtə burada. 1 verəndə 4. 1 verəndə 4 attım yuxarı. Nöqtə burada. 2 verəndə 8. 8-ə kimi qalxıram. Nöqtə burada. Çox ardıcıl olaraq birləşdirirəm. Çox qurtardı uşaqlar. Dedi ki, qrafiki qur. Qurduq. Sonra nə deyirdi? C variantında. Deyir ki, qrafika əsasən tərəfi 2,5 cm olan kvadratın perimetrini müəyyənləşdir. Bax, sənə demir, düsturda yerinə qoy. Düsturda yerinə qoysaydım, tərəfi 2,5 olan 4 vur 2,5 neçə alırdım? 10. Düzdürmü? Mənə deyir, qrafika əsasən. Qrafikim prosto bir damcı yaxşı deyil. Səbəb niyə? Məndə ona kimi heç y-im qalxmır. P-im qalxmır. 8, 9, 10. Təqribi 10 burada. Yaxşı. Deyirəm 2,5. 2,5 harada yerləşir? 3 ilə 2-nin orta nöqtəsində. Düzdürmü? Burada. Qalxıram yuxarı. Bax, qrafika əsasən deyirsə, qrafiklə kəsişmə nöqtəsinə görə, bax, bu uzanır, gedir. Qalxıram yuxarı. Aha, kəsişdə harada? Burada. Deyirəm, buna uyğun bizim P-miz nə olacaq? 10. Həqiqətən də qrafika əsasən 2,5 verəndə, bu nöqtə oldu 2,5 nöqtəsi. 2,5 verəndə P-mizi aldıq 10. Qrafika əsasən P-ni tap deyirdi. Perimetri tap. Qurtardı uşaqlar. 11 kimi suallar bu formada. İndi isə gəlin məsələ həllinə baxaq. Məsələ həllində uşaqlar hər şeyi ardıcıl olaraq demirəm. Bəzilərini sizə saxlayıram, bəzilərini özüm işləyirəm. Hamısını tam demirəm. Yəni onu deyim. Dediklərimi amma tam izah edirəm. Çünki istəyirəm ki, siz özünüz işləyin, əliniz öyrəşsin. Yoxsa mənim deməyimlə uşaqlar öyrənmək olmur. Siz gərək özünüz işləyəsiniz. Aydındır? Gəlin istəyik. İndi baxıram 11-ci suala. 11 yox, 12. 12-ci suala. Nə deyir? Yeməkxanada hər stolun ətrafında 4 stol düzülüb. Stolların sayının n,
Stulların sayını isə K ilə işarə edin. Sual nə deyir? Bir daha başa düşək. Demişdik ki, birinci anlayaq, düzdürmü? Deyir ki, stollar var. Hər stolun da ətrafında 4 dənə stul var. Hər stolun ətrafında 4 dənə, 2, 3, 4. 4 dənə stul var. Hər stolun ətrafında 4 dənə stul var. Ay. Keçin də çəkmə. 4 dənə nöqtə-nöqtə neçədənsə stol. Və deyir ki, stolların sayını n. Neçədən stol var? Bunlardan neçə dənə var? 1 dənə, 2 dənə, 3 dənə nöqtə-nöqtə n dənə stol var. Stolların sayını n. Stulların sayını isə k ilə işarə edək. Yəni, bu stulların sayı burada neçədəndir? K dənədir. Deyir ki, stolların sayını asılıq düsturu ilə ifadə edin. Nə deməkdir? Bax, dedim, neçə dənə stol var? N dənə, düzdürmü? Stolların sayı neçədəndir? K dənə. Baxın, uşaqlar, bir dənə stolun ətrafında deyin görüm, neçə dənə stol olur? 4. 2 dənə stolun ətrafında neçə dənə stol olur? 4, 4, 8. Düzdürmü? 3 dənə stolun ətrafında neçə dənə stol olur? 4, 4, 4. Yəni, bax bu 2 vur 4 dənə. 4, 4, 4, 3 dənə 4. Düz deyirəmmi? 4 dənə stolun ətrafında neçə dənə stol olur? 4 dənə, 4 dənə. Düzdürmü? 4 vur 4. 16 dənə stol. Bəs deyirəm, məndə neçə dənə stol var? Məndə n dənə stol var. Nöqtə-nöqtə n. N dənə stolun ətrafında neçə dənə stol olur? 4 vur n dənə stol olur deyə bilərəm. 4 vurulsun n dənə. Düzdürmü uşaqlar? Bura kimi aydındır. Bax, stolların sayı bu idi. 2. Bu 4'ü yazdıq bir promi. 1 vurulsun 4. 1, 2, 3 dənə stol. 4 dənə stol. Hətta bunu belə yazım da. N dənə stol, hərəsində ətrafında 4 dənə, n vurulsun 4. Yəni 4 n dənə. Bu sizə kimi problem yoxdur. Və uşaqlar, sizdə stolların sayını nə ilə işarə edib? K-la. Deməli, 4 n də bərabərdir K yazmaq olarmı? Sizə deyir, birinci, düstur ilə ifadə elə asılılığı. Aha, deməli, K bərabərdir 4 n. Bunu yazıram. Bu hissəni siləm. K bərabərdir 4 n. K bərabərdir 4 n. Bir daha deyirəm, burada n stolların sayı, K stulların sayı. Keçdik ardına. Görüm ardında nə deyirdi? Birinci addım tam. Deyir ki, düstura uyğun n bərabərdir 1, 2 və 3 olduqda cədvəl tərtib edin və qrafik qurun. Aha, deyir ki, n bərabərdir. N-ə deyir ki, K-ya qiymət ver. N bərabərdir 1, 2, 3 olduqda cədvəl tərtib elə. Deyirəm, n 1 olduqda 4 vur 1. 4 dənə stul. 2 olduqda 4 vur 2. 8 dənə stul. Bax, bir yax dediyimiz. 3 dənə stol olduqda 3 dənə stolun ətrafında neçə dənə stul var? 4 vur 3, 12 dənə stul. Stul. Bura kimi problem yoxdur uşaqlar. Dedi, cədvəl tərtib elə. Və deyir ki, cədvələ əsasən qrafik qur. Bunun qrafikin qururam. Bu hissəni də silim. Qrafikin quraq. Burada nəyimiz oldu? Aslı olmayan n. Bu tərəfdə də k. Aslı olan. N-ə qiymətlər verirəm. 1, 2, 8. K-ya qiymətlər verirəm.
2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 də burada. 12. Başlayaq. 1-ə 4. X-a 1 verəndə y-imiz 4. 4-ə qədər qalxdıq. 2-yə 8. 2 verəndə 8-ə kimi qalxdıq. Nöqtəmiz oldu burada. 3-ə 12. 12 kimi qalxdıq. Aha, nöqtələri ardıcıl birləşdirirəm. Qurtardı. Qrafikimiz oldu bu formada. Bura kimi aydındır uşaqlar. Dedi ki, cədvəlini, qrafikini qur. Cədvəlimi, qrafikimi qurdum. Bu hissə tam. Keçək ardına. Deyir ki, A variantında n bərabərdir 5 olduqda stulların sayı nə qədər olar? 4 vur 5. K neçə edir? 20. B variantında hər stulun ətrafında bir stul da əlavə edilərsə, düstur necə dəyişər? Şunlar, əvvəllər hər stulun ətrafında neçə stul idi? 4, 4, 4, 4. Düzdürmü? Deyir, bir stul da əlavə elə. Yəni, 5 stul, 5 stul, 5 stul. Düzdürmü? 5, 5, 5, 5 formasında olsun düstur necə olar? K bərabərdir. 5 vurulsun n olar. Çünki bir dənəsinin ətrafında 5 dənə. 2 dənəsinin ətrafında 2 vur 5, 10 dənə. 3 dənəsinin ətrafında 3 vur 5, 15 dənə, düzdürmü? K dənə, n dənəsinin ətrafında 5 vurulsun n dənə. Yəni, stulların sayı K bərabərdir, 5 vurulsun n formasında təyin olunacaq. Aydındır uşaqlar. Bu formada təyin edirik. Keçirəm ardına. Verilib bizə. 13-cü sual. 13-cü suala baxaq. Nə deyir? Gəlin birinci oxuyum, sonra düsturu dəyişim. Deyir ki, lentin 1 metrin qiyməti 2 manatdır. Alınan lentin uzunluğunu n ilə, ödənilən pulu isə P ilə işarə edin. P və n arasında asılılıq düsturunu müəyyən edin. Aha. Uşaqlar, deyir ki, baxın, 1 metrinin qiyməti, gəlin cədvəlsin. Təzdən yazarım. 1 metrinin qiyməti neçə manatdır? 2 manat. Onda uşaqlar 1 metri 2 manat. 2 metrin qiyməti neçə olar? 1 metri 2 manat. İkinci də 2 manat. 2 dənə 2, elədir 4 manat. Yəni 2 metrin qiyməti 4 manat. Yəni belə deyək, 2 vurulsun 2. Bu da 2 vurulsun 1. Keçdim, 3 metrin qiyməti nə qədər olar? 3 dənə 2, düzdürmü? 6 manat. 2 vurulsun 3. 4 metrin qiyməti nə olar? 8 manat. 2 vurulsun 4. Düzdürmü uşaqlar? Bura kimi problem yoxdur. İndi bir dənə də ardını oxuyum. Nə ilə işarə edilmişdi, yadımdan çıxdı. Deyir ki, alınan lentin uzunluğunu n ilə, ödənilən pulu isə P ilə. Onda uşaqlar, P metrinin qiyməti nə qədər olar? N metrinin qiyməti nə qədər olar? Onda uşaqlar, 2 manatdan hesablayanda eləyəcəkmi? 2 vurulsun n. Düzdürmü? Onda pul bərabərdir, P bərabərdir. 2 vurulsun n formasında təyin olunacaq. Bu hissəyə kimi aydındır. Dedi ki, düsturu çıxart. Bu hissəyə kimi tam həll elədik. Düsturu çıxartdım. P bərabərdir 2 vurulsun n. Yuxarıdan yazıram. P bərabərdir 2 vurulsun n. Bu hissəni yazdıq. Keçirəm ardına. Deyir ki, düstura əsasən asılı olmayan dəyişənin 4 qiymətinə uyğun cədvələ tərtib edin. Asılı olmayan hansıdır? N. 4 dənə qiymət verir, deyir ki, cədvəlini tərtib edin. Olar, 4 dənə qiymət istənilən qiymət verə bilərsən. 1, 2,
3, 4. 1 verəndə 2 vur 1, 2. 2 verəndə 2 vur 2, 4. 3 verəndə 2 vursun 3, 6. 4 verəndə 2 vursun 4, elədi 8. Bu hissədə tam. Keçirəm ardına. Deyir ki, cədvəl tərtib edin və qrafikini qurun. Aha, qrafikini də quraq. N'in nəydən asılılığı idi? P. Burada da pul P yazılıb. İndi 1 metrinin 1'ə 2. 1-dən 2 addım qalxdım yuxarı. Nöqtə oldu burada. Keçdim. 2'yə 4. 2'dən 4'ə qədər qalxdım. 3'ə 6. 3'dən 6 addım qalxdım yuxarı. 4'ə 8. 4'dən 8 addım qalxdıq yuxarı. 4'ə 8. Nöqtə oldu burada. Və deyir ki, nöqtələri ardıcıl birləşdir. Uşaqlar. Nöqtələri ardıcıl birləşdirdim, qrafiki qurdum. Bura kimi tam. Ardında nə deyir? Deyir ki, qrafiki qur. A variantında 4,5 metr lenti üçün nə qədər pul ödəmək olar? Onda deyirəm ki, N'im 4,5 olsa, 2 vurulsun 4,5 edir neçə? 9 manat ödəmək olar. Keçirik ardına B variantına. 12 manat 50 qəpiyə nə qədər lent almaq olar? Pulun verilib nə qədər? 12 manat 50 qəpiyə, düzdürüm. 12,5. Qrafiklə də yoxlamaq olar uşaqlar adi formada da. Deyirəm ki, P'miz verilib 12,5. 12,5 bərabər də 2 vurulsun N. Düzdür uşaqlar? Bərabərliyin yerini dərsəm 2 vurulsun N bərabər də 12,5 yazmaq olar. Vurma olanda nə demişdik? Hər tərəfi 2'yə böldük demişdik mi? Onda N bərabərdir 12,5 bölünsün 2. Çubuqlu bölmədən istifadə edirəm. 12,5 bölünsün 2. 12'nin içində 2 6 dəfə və də 12. Vergülə çatdım, vergülü qoy. 5'i düşürtdüm aşağı. 5'in içində 2. 2 dəfə. 2 dəfə 2'im elədi 4. Qaldı 1. Uşaqlar, qaldısa demişdik ki, vergüldən sonra axıra istənilən qədər 0 yazmaq olur. Düzdürmü? 0 yaz. Onun içində 2. 5 dəfə. 5 vur 2 elədi 10. Qurtardı. Deməli N bərabərdir nəyə? 6,125. Deməli 6,125 metr parça üçün 12,5 manat pul ödəmək lazımdır. Aydındır uşaqlar. Bu formada təyin edirik. Aydın səhlə. Keçək növbətiyə. Uşaqlar 14-cü sual təqribi bu formada sualdır. Siz özünüz tətbiq edirsiniz. Mən yazmıram ki. Növbəti sual. Hətta 16'ya keçirəm mən. 14'ü də özünüz tətbiq edin. 16'da bizə nə deyir? Baxaq. (16) 16'da deyir ki, qrafikdə İlbizin getdiyi yol ilə bu yola sərf olunan zaman arasında asıtlıq qrafiki təsvir olunub. Aha, qrafikə görə suallara cavab verin. Deməli, təsvir olunub. Aydındır. Deyir ki, İlbiz 3 dəqiqə ərzində nə qədər yol getdi? Uşaqlar 3 dəqiqəyə nə qədər yol gedib? İndi bir dəqiqə mən burada təsvir edəndə baxın, qrafikdə bir dənə bir yerdə baxaq. 3 dəqiqəyə nə qədər yol gedib? 3'dən perpendikulyar indirirsiniz qrafikə. Alındı. Buna da perpendikulyar indirirsiniz. 6. 3 dəqiqəyə 6 metr deməli yol gedib. 6 santimetr yol gedib. Keçirəm B variantını oxuyuram. Deyir ki, gedilən yolu X, zamanı asılıq T asılıq düsturunu necə yazmaq olar? Bu düstura əsasən 8 dəqiqədən sonra İlbiz nə qədər yol gedər? Uşaqlar, indi mənə nə deyir? Deyir ki, gedilən yolu X.
getdiyimiz yol olsun bizdə x. X deyil, yoxsa s. Getdiyimiz yol s. Və deyir ki, zaman t asılılıq düsturunu necə yazmaq olar? Zamanımız t. Uşaqlar, deyin görün mənə. İndi bizdə 2 verəndə neçə alınıb? 2 verəndə almışam x-a. Bizdə t-yə, baxın, ts. T-yə 2 verəndə neçə almışam? 4 perpendikulyar indirirsiniz, görəcəksiniz. 3 verəndə neçə almışıq? 3 verəndə 6. 3-ə 6. 4 verəndə neçə alınır? 1 verəndə hətta 1-i də yazın. 1 verəndə neçə alınır? 2. Cədvəl bu formadadır, düzdürmü? Deyirəm ki, indi nə qayıb s almaq üçün 2-yə vurmuşam. 3-ü 2-yə vuranda 6. 4-ü 2-yə vuranda 8. 1-i 2-yə vuranda 2. Deməli, s almaq üçün t-ni 2-yə vurmuşam deyə bilərəmmi? Deməli, düsturumuz, asılılıq düsturumuz s bərabərdə 2t şəklində yazmaq olar. Aydındır uşaqlar. Bu formada tətbiq elədim. Düsturu yazdım. Keçdim ardına C variantına. Bu düstura əsasən 8 dəqiqədən sonra ilbiz nə qədər yol gedir? 8 dəqiqəyə nə qədər yol gedir? T'yə 8 verəndə 2 vurulsun 8, 16 santimetr yol gedir. D variantında qrafikdə 4-ə 8 koordinat cütü hansı mənanı bildirir? Hansı mənanı bildirir? Yəni, T'yə 4 verəndə 4 dəqiqə ərzində ilbiz 8 santimetr yol gedib. Onu bildirir. Y variantında ilbiz neçə dəqiqədən sonra 10 santimetr yolu qət edər? Neçə dəqiqəyə? 10 olması üçün T neçə olmalıdır? 5. 2-ni 5-ə vuranda 10 edir. Qurtardı. Bu qrafiki davam etdirməklə necə tapmaq olar? Bu qrafiki davam etdirməklə necə tapmaq olar? 10 verəndə 10-dan perpendikulyar indirirsiniz. Yoxsa qrafikin bu deyil. Başqa şeyin qrafikidir. 10-dan perpendikulyar indirirsiniz. Bax, təqribi çəkimdə bu deyil, düzdür, qrafikin bu deyil. 10-dan perpendikulyar indirdiniz, kəsmə nöqtəsini götürdünüz. Götürəndən sonra bundan da x-a perpendikulyar indirin. X-a perpendikulyar indirin də 5-i görəcəksiniz uşaqlar. Qrafikə əsasən. Aydındır uşaqlar. Bu formada tətbiq olunur. Keçirik növbətiyə 17-ci suala. Deyir bizə. Gəlin bu hissəni silək. Bizə nə deyir? Deyir ki, Elxan dibçəkdə boyu 8 cm olan güləşdir. Onun məlumatına görə bu gün növü düzgün qulluq edildikdə müəyyən müddət ərzində hər gün 1 cm boyatmalıdır. Günlərin sayını n ilə günün boyunu h arasında asılılıq düsturunu yaz. Aha, mən alanda günün boyu nə qədər idi? 8, düzdürmü? Hər gün isə 1 cm atmalıdır. Gəl birinci qrafiklə seçsin. Sonra düsturu yazsın. İstəsən birinci düsturu da yaza bilərəm. İndi sizə hansı rahatdır onu yazın. İzah eləmək üçün. Bax, mən alanda 8 cm idi. Mən alanda neçənci gün idi? 0. Hələm buna gün sərf eləməmişəm mən. Hələm mən aldım 0-cı gün. Bax, getdim aldım gəldim. Deyirəm hər neçənci gün? Bir gündür cəmi bu məndədir. Bir gün deyirəm, 0-cı gündür məndədir. Çünki indi bir dəqiqə almışam. Deyirəm ki, alanda 8 cm idi. Yəni 0-cı günü üçün 8 cm demək nöqtəmiz oldu bu. Deyir ki, düzgün qulluq edilsə, hər gün 1 cm böyüyür. Deməli, birinci gün üçün əvvələ 8 idi, 1 cm böyüyəndə neçə santimetr olur? 9. Deməli, birinci günün sonunda ölçsün gördüm nə qədər oldu? 9. Cədvəl də çəkim. 0-cı günü üçün 8. Birinci günü üçün 9. Deməli, ikinci gün olanda 2 gün sonra 1 cm də artdı, oldu 10 cm. Üçüncü gün olanda 1 cm də artdı, 11 cm. Düzdürmü?
Deməli, ikinci gün oldu bizə neçə santimetr? İkinci gün, bunların arasında məsafəni səhv etmişim. İkinci gün oldu 10 santimetr. Üçüncü gün oldu, 3'dən perpendikulyar endirsək, oldu 11 santimetr. Nöqtə-nöqtə bu formada davam elədi. Qrafikimizdə oldu bu. Bura kimi problem yoxdur uşaqlar. İndi mənə deyin, nə deyirdi? Günlərin sayını n ilə. N bizdə günlərin sayı. Günün hündürlüyünü h ilə. Onda düsturum olur. H bərabərdir. Bizdə neçə olacaq? N plus 8 olacaqmı uşaqlar düsturum? Səbəb niyə? 0-ın üzərinə 8 gələndə, 0-ın üzərinə 8 gələndə elədi 8. Bir gün sonra 1 gələndə elədi 9. 2 plus 8, 10. 3 plus 8, 11. 8 ərbəli 2 qiyməti günlərin sayında n-i işarə edəndə düsturumuz olur bu. Düsturu yazdım, cədvəli qurdum, qrafik qurdum. Bura kimi aydın. Keçirəm ardına. Nə deyir? A variantında düstura əsasən aslı olmayan dəyişənin 3 qiymətinə uyğun cədvəl tərtib edin. Eləmişəm. Qrafiki qurmuşam. B variantında 2 həftə sonra günün boyu nə qədər olar? Uşaqlar 2 həftə neçə gündür? 14, bir həftəmiz 7 gün, 2 həftəmiz 14 gün. 14 günü üçün n 14 olanda hesablayıram. 14 plus 8, 22 santimetr. Boyu nə qədər olacaq günün? 22 santimetr olacaq. C variantı neçə gündən sonra günün boyu 30 olar? Yəni hündürlüyü nə olar? 30. Onda yazıram 30 bərabərdir n plus 8. Deyirəm n neçə olsa bizdə bu ifadə ödəyəcək. 22. 30-dan çıxanda 8 elədi 22. N bərabərdir 22 olanda ödəyir. Aydındır uşaqlar. Bu formada təyin olunur. Keçirəm 18-ci suala. Siz üçün 18-də izah edəcəm ki, baxa biləsiniz. On səkizdə bizə nə deyir? Deyir ki, şəkildə 600 metr məsafəyə idman yerişi üçün yarışda 2 atletin qət etdikləri məsafənin zamanı asılı qrafiki verilib. Aha, 2 dənə atletimiz var. Birinci atletimiz, ikinci atletimiz. Aydındır. A variantı. Hansı atlet qalib gəldi? Uşaqlar, sizcə hansı atlet qalib gəldi? Mavi rəngi olan yoxsa qırmızı rəngi olan? Mavi. Səbəb niyə? Baxın uşaqlar bir dənə cədvələ. Bunu tam səliqəli çəkə bilməyəcəm deyə çəkmirəm. Lövhədə. Baxın. Bu mavi neçə dəqiqəyə, neçə saniyəyə gəldi? Mavi gəldi 150 saniyəyə. 600 metrlik yolu. Qırmızı neçə saniyəyə gəldi? 200 saniyəyə. Hansı tez gəldi? 150. Deməli hansı qalib gəldi? Birinci, mavi rəng olan. Keçirəm B variantına. Deyir ki, atletlərin hər biri bu məsafəni nə qədər vaxtda başa vurdu. Onların hər birinin sürəti nə qədər olub? Vaxtı. Bax, birinci neçə saniyəyə 150, ikinci neçə saniyəyə 200. Bunu deyir sadəcə. Və deyir ki, hər birinin sürəti nə qədər olar? Onda sürəti necə tapırdıq? V-ni necə tapırdıq? S bərabərdir VT, onda V bərabərdir gedilən yol bölünsün zaman. Yəni S bölünsün T, düzdürmü? Yəni 600 bölünsün 150 birinci üçün. O da elədir 4. İkinci üçün 600 bölünsün 200. O da elədir 3 metr bölünsün saniyə. Keçirəm ardına C variantına. Onlar sürətini dəyişmədən hərəkətə davam etdirsələr, hər biri 900 metr məsafəni nə qədər vaxta qət edərlər? Uşaqlar, hər biri üçün ayrı-ayrı hesablayıram. Sürəti nə qədər oldu birincinin? Birincinin 600 bölünsün 150 dediyi 4, düzdürmü? İkincinin nə qədər oldu? 3. Deyirəm ki, 4 metr bölünsün saniyə ilə gedirsə 900 bölünsün 4. Eləcə bizdə neçə 900-ü 4-ə böləndə? 225. Deməli, birinci 225 saniyəyə gedəcək. Birinci. İkinci 900 bölünsün
Sürəti 3 idi. 9 bölünsün 3, 300 saniyəyə gedəcək. D variantına da deyir ki, hərəkətə başladıqdan 100 saniyə sonra hansı atlet və nə qədər məsafə öndə olmuşdur? 100 saniyə sonra baxıram. Birinci atlet nə qədər gedib? 400. İkinci atlet 100 saniyəyə nə qədər gedib? 300. Biri 400 metr, ikincisi 300 metr. Neçə metr qabaqda olub? 400 çıxılsın 300, 100 metr qabaqda olub. Aydındır uşaqlar. Bu formada təyin olunur. Aydındır, sağlam. Sağ olun uşaqlar, növbəti dərsdə görüşərik. Uşaqlar, mövzunu bəyənsiniz, bəyənməyi, şərh yazmağı və abunə olmağı unutmayaq. Sağ olun.